kadar büyük olur olsun, vallahi Allah'ın rəhməti onun günahlarından da böyüdür. İmam Əhməd rahimahullahın qonşularından biri gəlir İmam Əhmədin elm məclisinə və salam verir İmam Əhmədə. İmam Əhməd də tanıyır onu, bilir ki asidir, günahkar insandır, günahlara qərq olmuş biridir və salamını alır bez yüngül və hiss elətdirir ona ki, yəni onun halına görə də ona müamiləsi, təbii ki Şeyx rahimahullahın məqsədi onun islah olması üçündür. Və deyir ki, ey şeyx, mən bilirəm sən mənə nə üçün belə eləyirsən, amma istəyirəm biləsən ki, mən son qoymuşam. Artıq çəkinmişəm. Deyir, nə səbəb oldu günahlardan çəkinməyə? Və deyir ki, mən yuxu gördüm. Deyir, nə yuxu gördün? Danış. Deyir ki, yuxuda gördüm Allah Resulü sallallahu aleyhi və səlləm uca bir məqamda əyləşib və ətrafında da çoxlu insanlar var. Hər biri bir gedir Allah Resulü sallallahu aleyhi ve sellem'den xahiş edir ki, ey Allah Resulü, Allah'a mənim üçün dua elə, Allah mənə bağışlasın. Biri deyir ki, Allah Resulü, Allah'a dua elə ki, Allah mənə evlad versin. Biri deyir ki, Allah Resulü, Allah'a dua eləsin ki, Allah bizi cənnətə salsın. Valideynlərimizlə bir yerdə eləsin və s. Salihlərə qovuştursun. Deyir, növbə mənə gəlib çatanda, deyir, vallahi, həya elədim Allah Resulüne yaxınlaşmaqdan. Allah Resulü sallallahu aleyhi ve sellem deyir, mənə xitab elədi ki, sən ne üçün yaxınlaşmırsan? Sənin üçün də Allah'a dua eləyim. Deyir, dedim ki, Allah Resulü, vallahi elədiyim günahların həyasından sənə yaxınlaşa bilmirəm. Günahlar eləyirəm. Onların həyasıdır, mənə qoymur sənə yaxınlaşım. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, mənə dedi ki, yaxınlaş. Sən günahlar etsən də mənim sahabələrimi söyənlərdən deyilsən. Deyir, mənim sən Allah'a dua elədi. Deyir, mən yuxudan oyananda gördüm ki, Allah Taala mənim qəlbimdə günahlara qarşı böyük bir nifrət hissi yaradıb. Bax, bu da deyir, mən islah olmuşam, şeyx. Tövbə eləmişəm. Allahdan bağışlanma diləmişəm. Allah mənə bu yolla islah eləyib. Deyir ki, İmam Əhməd məclisdə olanlara dedi ki, bu rivayəti danışın. Bəlkə Allah Taala başqa qullarına da fayda verər.